Prezident İlham Əliyevin bir sıra çıxışlarından sonra cəmiyyətdə müzakirə olunan ən ciddi məsələlərdən biri məmurlar, onların fəaliyyəti, davranışı, öz vəzifə borclarına münasibəti, bir sözlə məmur obrazı ilə bağlı olub. Təəssüf ki, dövlət başçısının sərt xəbərdarlıqlarından nəticə çıxarmayan məmurlar hələ də qalmaqdadır. Söhbət JEK müdürü yaxud hansısa nazirlikdə idarə rəisi vəzifəsini tutan məmurlardan getmir. Bu kiçik məmurların da nümunə götürdüyü böyük səlahiyyət sahibləri var. Qafqaz.info saytı Baş nazir Əli Əsədovla bağlı iddialı bir məlumat paylaşıb. Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasının baş naziri Əli Əsədov hələ prezident administrasiyasında şöbə müdiri vəzifəsində çalışarkən adı biznes məsələlərində hallanan məmurlardan biri olub. Onun öz səlahiyyətlərini necə icra etməsi, yəni peşəkar fəaliyyəti başqa məqalənin mövzusudur. Lakin bu fəaliyyətin praktiki nəticəsi, yaratdığı biznes imperiyası artıq söz deməyə yer qoymur. Məsələn, Bakının ən görkəmli və bahalı yerlərindən biri Bayraq meydanı ilə üzbəüz Əli Əsədova məxsus olduğu bildirilən manqal restoranı ölçüsü, təmtərağı ilə diqqəti cəlb etməyə bilməz. Elə manqal restoranının yanındakı Bihal da manqaldan geri qalmır və paytaxtın ən görkəmli ərazisində yerləşən məişət iaşə obyektidir. Əlbəttə, bu obyektlərin qiymətinin dəyərləndirilməsi ekspert işidir. Ancaq Azərbaycanın əmlak bazarı ilə az-çox tanış olan hər bir şəxs onların hər birinin qiymətinin milyonlarla ölçüldüyünü deyə bilər. Zaqulbada yerləşən digər manqal restoranı isə populyar yaşayış məntəqəsinin düz mərkəzində yerləşir və böyük zal, kabinetlər, şadlıq sarayından ibarət böyük bir kompleksdir. Bibi Heybətdə məscidin arxasındakı küçədə yerləşən Nar Şərab restoranını çoxlarının sevimli məkanıdır. Ancaq çox mərtəbəli restoran, otel və dənizə çıxışı olan geniş həyət hissəsini birləşdirən bu böyük kompleksin baş nazirə məxsus olduğunu bir o qədər də çox adam bilmir. Eyni zamanda Nar Şərab restoranının yanında Sapfir otelin, Bayılda manqal restoranı ilə bir sıradan olan Ocaqbaşı restoranının da baş nazirə məxsus olduğu deyilir. Bütün bunları əldə etmək üçün hətta ümumi standartlar baxımından çox böyük görünən baş nazirin əmək haqqısı təbii ki yetməz. Ancaq siyahı bununla da bitmir və hətta göstərilən obyektlərin siyahısı belə Əli Əsədovun biznes imperiyasını əhatə etmir. Səbail rayonu Abbasov 33 ünvanında 4 mərtəbəli mansard ofis binası. Xətai rayonu Ayaz İsmailov küçəsi 12-də qeyri-yaşayış binası. Yasamal rayonunda sifarişçisi Alliance Development MTK olan yaşayış binası. Səbail rayonunda sifarişçisi Rahat Həyat MTK olan yaşayış binası. Sabunçu rayonunda sifarişçisi Çay Çəkici Açıq Səhmdar Cəmiyyəti olan yaşayış kompleksi. Qaradağ rayonunda Renta Servis. Bayılda Dəniz Molla üzbəüz 3 mərtəbəli tikili. Məlumata görə burada əmlakın 1 kvadrat metri 17.000 manat təşkil edir. Sayt məlumatında onu da qeyd edir ki, baş nazirin var dövləti ilə bu məsələ bitmir. Onun idarəçiliyi və hakimiyyətdə sevmədiyi vəzifə sahiblərinə qarşı davranışı da ciddi araşdırma mövzusudur. Əsədovun nümunəsi Azərbaycanda formalaşan yeni məmur obrazına uyğun gəlmir və köhnə ənənənin qalığı kimi dəyərləndirilə bilər. Hər halda ortada dövlət başçısının tələbləri göstərdiyi çərçivə var və kimliyindən, hansı postu tutmasından asılı olmayaraq heç kim yeni dövrün standartlarından kənarda qala bilməz. Təqdim etdiyimiz məlumat Əli Əsədovla bağlı həqiqətlərin bir hissəsini əhatə edir və mövzunun tamamını araşdırdıqdan sonra daha geniş şəkildə diqqətinizə çatdıracağıq deyə məlumatda iddia olunur.